Xalq artisti rəqqasə Roza Cəlilova 96 yaşında vəfat edib. Bugün TV Axşamaz saytına istinadən xəbər verir ki, o Bakının Səbail rayonunda yaşadığı mənzildə dünyasını dəyişib. Məlumata görə onun həkimə qədər ölümü qeyd alınıb. Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. Bakı Xoreografiya məktəbini bitirib, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında soloist kimi çıxış edib. Sonradan ansamblın bədii rəhbəri olub. Gülüstan və Sevinc rəqs kollektivlərinə rəhbərlik edib. Milli rəqsin inkişafında böyük xidmətləri olan xalq artisti 2019-cu ildə Şöhrət ordeni ilə təltif edilib. Allah rəhmət eləsin. Hüsniyyə Salmanova, Bugün TV.